Samuqda Kürdə balıq tutmaq istəyən 2 nəfər batıb. Hadisə Kürd çayının Samuq rayonunun ərazisindən keçən hissəsində, yəni hazırda dayandığımız bu ərazidə qeydə alınıb. Belə ki, Samuq rayon sakini 2003-cü təvəllüdlü İsmail Şübliyev və Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü İsmailov Müşfiq balıq tutmaq istəyən zaman Kürdə batıblar. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Hazırda Kürdə batan şəxslərin axtarışları davam etdirilir. Məlumata görə həmin şəxslər balıqçılıqla məşğul olub. Kənd sakinlərinin verdiyi məlumata görə batan şəxslərin batdığı yerdən bir qədər kənarda onların balıq tutmaqda istifadə etdikləri ləvazimatlar aşkarlanıb. Fevralın 19-u axşam saatlarında Mingəçevir su anbarının Samuq rayonuna düşən hissəsində bədbəxt hadisə yaşanıb. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Mingəçevir su anbarının Samuq rayonunun Qarağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə səhər radələrində balıq tor yoxlamaq üçün düşüblər. Məlum deyil, küləkdir, lotkasımız